Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astrologiyaya görə bəzi bürclər dəyişikliklərdən qorxmaq əvəzinə onları həyatın vacib bir hissəsi hesab edirlər. Onlar yeni təcrübələr, yeni insanlar və yeni məqsədlər olmadan motivasiyalarını itirə bilərlər. Bu bürclərdən biri Əkizlər bürcüdür. Əkizlər bürcü daim yenilik axtaran və maraqlı hadisələrə meyilli insanlardan hesab olunur. Onlar ünsiyyət qurmağı, yeni məlumatlar əldə etməyi və fərqli fikirlərlə tanış olmağı sevirlər. Həyat monotonlaşdıqda və hər gün eyni şəkildə keçdikdə əkizlər özlərini darıxmış hiss edə bilərlər. Onlar üçün dəyişiklik risk deyil, əksinə inkişaf və həyat enerjisinin mənbəyidir. Dəyişikliyi sevən digər bürc isə Oxatandır. Oxatan bürcü azadlığı və sərbəstliyi hər şeydən üstün tutur. Onlar yeni yerlər görməyi, səyahət etməyi və fərqli mədəniyyətlərlə tanış olmağı xoşlayırlar. Uzun müddət eyni mühitdə qalmaq Oxatanların enerjisini azalda bilər. Buna görə də onlar həyatlarında tez-tez yeni məqsədlər müəyyən etməyə və yeni təcrübələr yaşamağa çalışırlar. Oç bürcü də dəyişiklikdən güc alan bürclər sırasındadır. Oçlar aktiv və enerjili xarakterləri ilə seçilirlər. Onlar yeni layihələrə başlamağı və çətinliklərlə üzləşməyi sevirlər. Hər şey əvvəlcədən məlum olduqda və həyatda həyəcan azaldıqda qoçlar motivasiyalarını itirə bilərlər. Yeni başlanğıclar isə onların daxili enerjisini yenidən canlandırır. Dolça bürcü isə fərqli düşüncə tərzi ilə diqqət çəkir. Dolçalar müstəqilliyi və yaradıcılığı yüksək qiymətləndirirlər. Onlar qeyri-adi ideyalar irəli sürməyi və fərqli baxış bucaqlarını araşdırmağı sevirlər. Gündəlik həyat çox rutin hala gəldikdə dolçalar özlərini məhdudlaşdırılmış hiss edə bilərlər. Yeni insanlar, yeni layihələr və yeni fikirlər onların ilham mənbəyidir. Bəs dəyişiklikləri qəbul etmək üçün mütləq böyük qərarlar vermək lazımdırmı? Əslində yox. Bəzən həyatınıza kiçik yeniliklər əlavə etmək belə kifayət edir. Yeni bir hobbi sınamaq, fərqli kitablar oxumaq, yeni yerlər gəzmək, gündəlik fəaliyyətlərinizi dəyişdirmək və ya yeni bacarıqlar öyrənmək insanın özünü daha enerjili hiss etməsinə kömək edə bilər. Unutmayaq ki, dəyişiklik hər zaman böyük addımlar demək deyil. Kiçik yeniliklər belə həyatımıza rəng qata, motivasiyamızı artıra və gələcəyə daha inamla baxmağımıza kömək edə bilər. Sizcə dəyişiklikləri daha çox sevən bürc hansıdır? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın.